9-cu mövzu. Peyğəmbərlərin sağ olub olmamaları haqqında. Bir çox dəlillərdə peyğəmbərlərin vəfat etdikləri öz əksini tapmışdır. Yalnız İsa peyğəmbərdən başqa. O ölməmişdir və uca Allahın yanına qaldırılmışdır. Bu haqda bir qədər sonra danışacağıq. Peyğəmbərlərin öldüklərinə isə aşağıdakı ayələri dəlil göstərmək olar. Uca Allah buyurur: "Yoxsa siz Yaquba ölüm gəldikdə onun yanında idiniz?" Əl-Bəqərə surəsi 133-cü ayə. O həmçinin buyurur: "Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk etməyə davam edirdiniz. Nəhayət o vəfat etdikdə dediniz: Allah ondan sonra elçi göndərməyəcəkdir. Allah həddi aşan, şübhə edən kimsəni beləcə azğınlığa salar." Qafir surəsi 34-cü ayə. Süleyman əleyhissalam barədə Rəbbimiz buyurur: Süleymanın ölümünə hökm verdiyimiz zaman onun öldüyünü cinlərə ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi. Süleyman yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzaba məruz qalmazdılar. Səba surəsi 14-cü ayə. Peyğəmbərimiz Muhammedə sallallahu aleyhi və səlləmə xitabən isə uca Allah belə buyurur: Sözsüz ki, sən də öləcəksən, onlar da öləcəklər. Əz-Zümər surəsi 30-cu ayə. Bəzi təfsirçilər demişlər: Bu ayə həm Peyğəmbər sallallahu aleyhi və səlləmin, həm də digər insanların öləcəklərini göstərir və sahabələrə Peyğəmbər sallallahu aleyhi və səlləmin öləcəyini xəbər verirdi. Uca Allah hər bir insanın öləcəyini xəbər verərək buyurur: Hər bir kəs ölümü dadacaqdır. Ali İmran surəsi 185-ci ayə. Bu ayələr Peyğəmbərlərin adi insanlar kimi öldüklərini sübuta yetirir. Yalnız İsa Peyğəmbər müstəsnadır ki, Allah onu öz dərgahına qaldırmışdır. Uca Allah buyurur: O vaxt Allah dedi: Ey İsa, mən sənin həyatına son qoyub özümə tərəf qaldıracağam. Səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Ali İmran surəsi 55-ci ayə. Bu ayə İsa'nın ölmədiyini, həm ruhu, həm də cəsədi ilə birlikdə Allahın yanına qaldırıldığını göstərir. Ayədəki həyatına son qoyub ifadəsinə gəlincə, bu belə təfsir olunur. İsa'nın Allah dərgahına qaldırılması, elə onun həyatına son qoyulması deməkdir. Bu, İbn Cərir Təbərinin rəyidir. Əksər təfsir alimləri isə buradakı vəfat sözünün yuxu mənasını ifadə etdiyini bildirmişlər. Necə ki, Uca Allah buyurur: Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Zümər surəsi 42-ci ayə. Demək, İsa Peyğəmbər ölməyib və hal-hazırda səmalardan birində yaşayır. Uca Allah onun qiyamət qopmamışdan öncə öləcəyini belə xəbər verir. Kitab əhlindən elə kimsə yoxdur ki, öz ölümündən, yaxud İsa'nın ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır. Ən-Nisa surəsi 159-cu ayə. Burada İsa'nın qiyamət qopmazdan öncə öləcəyi nəzərdə tutulur. İsa Peyğəmbərin axır zamanda yerə enməsi barədə varid olmuş mötəbər hədislərdə də bildirilir ki, o yerə endikdən sonra xaçları sındıracaq, donuzları məhv edəcək və cizyəni aradan qaldıracaqdır. Bütün bunlar İmam Buxari və Müslimin səhih əsərlərində və başqa hədis kitablarında varid olmuşdur. Bəziləri İdrisin də ölmədiyini bildirmişlər. Həmin alimlər onun İsa kimi göyə qaldırıldığını bildirərək bu ayəni dəlil gətirmişlər. Kitabda İdrisi də xatırla. Həqiqətən o, düz danışan adam və bir peyğəmbər idi. Biz onu yüksək bir məqama ucaltdıq. Məryəm surəsi 56-57-ci ayələr. Mücahid demişdir: İdris də İsa kimi ölməyib və göyə qaldırılıb. İbn Abbas demişdir: O, göyə qaldırılıb və orada ölmüşdür. Digərləri isə belə demişlər: O, 4-cü səmaya qaldırılmışdır və onun barəsində elm yalnız Allaha məxsusdur. Alimlər arasındakı ixtilafın səbəbi İdrisin ölüb ölməməyi barəsindədir. Bununla belə aşağıdakı ayəyə görə hər bir insan öləcəkdir. Uca Allah buyurur: Hər bir nəfs ölümü dadacaqdır. Ali İmran surəsi 185-ci ayə. Elm əhlindən heç kim İsa əleyhissalamla İdris əleyhissalamdan savayı peyğəmbərlərdən heç birinin ölmədiyini deməmişdi. Çünki bu mövzuda açıq-aydın dəlillər vardır. Üstəlik onların bəlli mövqeyi də buna dəlalət edir.
Təəssüflər olsun ki, müsəlmanlardan bəziləri bu mövzuya dair varid olmuş bəzi hədisləri düzgün başa düşmürlər. Məsələn, Merac hədislərində deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səmada bəzi peyğəmbərlərlə görüşmüş və onlarla danışmışdı. Buxari və Müslimin Ənəsdən, Allah ondan razı olsun, rəvayət etdikləri hədisdə deyilir. Sonra biz səmaya qalxdıq. Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər, sən kimsən deyə soruşdular. O, Cəbrailəm dedi. Onlar, yanındakı kimdir deyə soruşdular. O, Muhammeddir dedi. Onlar, ona peyğəmbərlik verildimi deyə soruşdular. O, bəli, verildi dedi. Bundan sonra göy qapısı bizim üçün açıldı. Bu vaxt mən Adəmi gördüm. O məni salamladı və mənə xeyir dua etdi. Sonra biz ikinci səmaya qalxdıq. Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər, sən kimsən deyə soruşdular. O, Cəbrailəm dedi. Onlar, yanındakı kimdir deyə soruşdular. O, Muhammeddir dedi. Onlar, ona peyğəmbərlik verildimi deyə soruşdular. O, bəli, verildi dedi. Bundan sonra göy qapısı bizim üçün açıldı. Bu vaxt mən xala uşaqlarını, Məryəm oğlu İsanı əleyhissalam və Zəkəriyyə oğlu Yəhyanı əleyhissalamı gördüm. Onlar məni salamladılar və mənə xeyir dua etdilər. Həmin hədisdə Peyğəmbərin sallallahu aleyhi və səlləmin 3-cü səmada Yusufu gördüyü və Yusufa gözəlliyin yarısı bəxş edildiyi, 4-cü səmada İdrisi, 5-ci səmada Harunu, 6-cı səmada Musanı və 7-ci səmada İbrahimi kürəyini Beytül-Məmura söykəmiş vəziyyətdə gördüyünü bildirir. Onların hamısı Peyğəmbəri sallallahu aleyhi və səlləmi salamlayaraq ona xeyir dua vermişdi. Həmçinin Buxari və Müslimin səhih əsərlərində İbn Abbasdan, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət olunmuşdu. Mən İsra gecəsində Musanı gördüm. Qarabuğdayı və hündür boylu bir adam idi. Lap Şənua qəbiləsinin kişiləri kimi. Məryəm oğlu İsanı da gördüm. Orta boylu, al yanaq, ağbəniz və nazik saçlı bir adam idi. Bəzi insanlar bu kimi hədislərdən peyğəmbərlərin ölmədiyi qənaətinə gəlmişlər. Həqiqətdə isə dəlillərdəki kimi İsa və barəsində ixtilaf edilsə də İdris istisna olmaqla peyğəmbərlərin hamısı ölmüşdü. Lakin bunlardan başqa hamısının ölümü dəqiqdir və buna heç bir şübhə yoxdur. Bu xüsusda dəlilləri artıq qeyd etmişik. Peyğəmbəri sallallahu aleyhi və səlləmin Merac gecəsi digər peyğəmbərlərlə görüşməsi və bu mənada varid olan dəlillərə gəlincə, bunların hamısı haqdır və bunlar arasında heç bir ziddiyyət yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm onların surətləri qiyafəsində olan ruhları ilə görüşmüşdür. Əhlüsünnə alimlərinin fikrincə, onların bədənləri yer üzərindədir. Yalnız göyə qaldırılması barədə dəlil olan peyğəmbərlər başqa. Mötəbər alimlərdən biri bu məsələni araşdırarkən belə demişdir. Peyğəmbər sallallahu aleyhi və səlləmin Merac gecəsi digər peyğəmbərləri görməsi, dünya səmasında Adəmi, 2-ci səmada Yəhyanı və İsanı, 3-cü səmada Yusufu, 4-cü səmada İdrisi, 5-ci səmada Harunu, 6-cı səmada Musanı, 7-ci səmada İbrahimi və ya tərsinə 6-cı səmada İbrahimi, 7-ci səmada Musanı görməsi, onların surətləri qiyafəsində olan ruhlarını görməsi ilə baş vermişdi. Bəziləri isə demişlər, ola bilsin ki, o həmin peyğəmbərlərin dəfn olunmuş bədənlərini görmüşdü. Lakin bu rəy əsassızdır. İsa'ya gəlincə, o həm ruhu, həm də bədəni ilə göyə qaldırılmışdı. Bu sözləri bəziləri İdrisə də şamil etmişdilər. O ki qaldı İbrahim, Musa və digər peyğəmbərlərə, onların hamısı yerdə dəfn olunublar. Onu da bilmək lazımdır ki, Uca Allah peyğəmbərlərin ruhunu şərəfləndirərək göylərə qaldırdığı və onlara istədiyi qədər nemətlər bəxş etdiyi kimi, onların bədənlərini də hifz etmiş və torpağa onları yeməyi haram etmişdi. Ovs ibn Ovs rəvayət etmişdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdu. Sizin ən fəzilətli günlərinizdən biri cümə günüdür. Odur ki, həmin gün mənə çoxlu salavat deyin. Bilin ki, sizin salavatlarınız mənə çatdırılır. Sahabələr soruşdular, ya Rasulallah, bədənin çürüdükdən sonra salavat sənə necə çata bilər? Dedi, qüdrətli və qüvvətli Allah yerə peyğəmbərlərin bədənlərini yeməyi haram buyurmuşdu.
Bununla da mühüm məsələdə haqq bəyan edilmiş və hər bir müsəlmanın bu mövzuda nəyə etiqad edəcəyinin vacib olduğu aydın olur. Daha doğrusunu isə Allah bilir. 10-cu mövzu. Peyğəmbərlərin möcüzələri və onlarla övliyaların kəraməti arasındakı fərq. Möcüzənin tərifi. Möcüzə sözü acizlik sözündən əmələ gəlmiş və qadir olmamaq mənasını ifadə edir. Əl-Qamus əsərində bildirilir. Peyğəmbərin möcüzələri insanların onları etməkdə aciz olduqları şeylərə deyilir. İstilahi mənada isə möcüzə, Peyğəmbərlərin əli ilə onların sadiq olduqlarının sübutu olaraq baş verən fövqəladə hadisələrə deyilir. Həmin hadisələrin bənzərini heç kim edə bilməz. Fövqəladə deyildikdə, Peyğəmbərlərin adi halda etdikləri əməllər istisna olunur. Bu kimi əməllər möcüzə sayılmır. Peyğəmbərlərin əli ilə baş verən deyildikdə, övliyaların əli ilə baş verən fövqəladə əməllər istisna olunur. Belə ki, övliyaların əli ilə baş verən fövqəladə əməllər kəramət adlanır. Bu da onlara Peyğəmbərlərin yolunu tutub getdiklərinə görə verilir. Sehirbaz və kahinlərin etdiyi əməllər isə əlbəttə ki, buna aid edilmir və bunların etdikləri şarlatanlıq sayılır. Bununla da ən pis insanlar məşğul olurlar. Onların sadiq olduqlarının sübutu olaraq baş verən fövqəladə hadisələrə deyilir. Həmin hadisələrin bənzərini heç kəs edə bilməz deyildikdə, Peyğəmbərlik iddiasında olan yalançılar, sehirbazlar və kahinlərin etdiyi əməllər istisna olunur. Çünki bu cür sehirlərin bənzərini digər sehirbazlar da edə bilir. Peyğəmbərlərin bəzi möcüzələrinə misallar. Peyğəmbərlərin bir çox möcüzələri olmuşdu. Məsələn, Salih Peyğəmbərdən müşriklər özlərinin təyin etdiyi bir qayadan dəvə çıxarmasını istəmiş, hətta sonradan həmin dəvəni vəsf də etmişdilər. Salih də uca Allaha dua edərək bunu ondan istəmişdi. Uca Allah da həmin qayadan onların istədikləri xüsusiyyətlərə malik bir dəvəni çıxarmışdı. Uca Allah bu barədə buyurur. Səmud qövmünə də qardaşları Salihi göndərdik. O dedi, ey qövmüm, Allaha ibadət edin. Sizin ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq aydın dəlillər gəldi. Allahın qayadan çıxartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Onu buraxın Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi ağırlı acılı bir əzab yaxalayar. Əl-Əraf surəsi 73-cü ayə. İbrahim Peyğəmbər sallallahu aleyhi və səlləmin möcüzəsi isə qövmünün ona əzab vermək və onu məhv etmək məqsədi ilə qaladıqları, sonra da içinə atdıqları odun onun üçün soyuq və salamat olmasıdır. Uca Allah buyurur. Onlar dedilər, əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza kömək edəsiniz. Biz, ey od, İbrahim üçün sərin və zərərsiz ol dedik. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər. Lakin biz onları daha şiddətli cəzaya məruz qoyduq. Əl-Ənbiya surəsi 68-70-ci ayələr. Musa Peyğəmbərin əleyhissalamın möcüzələrindən biri onun əsası idi. O əsanı yerə atdıqda, əsa Allahın izni ilə böyük bir ilana çevrilirdi. Uca Allah buyurur, sağ əlindəki nədir ey Musa? Musa dedi, bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarayır. Allah buyurdu, at onu yerə ey Musa. Musa onu yerə atdı və o dərhal ilan olub sürətlə sürünməyə başladı. Allah buyurdu, götür onu, qorxma, biz onu əvvəlki halına qaytaracağıq. Taha surəsi 17-21-ci ayələr. Onun digər möcüzəsi isə əlini köynəyinin yaxasına salıb çıxardıqda, əlinin ay parçası tək par-par parıldaması idi. Uca Allah buyurur, əlini qoynuna sal ki, əlin oradan başqa bir möcüzə kimi ləkəsiz ağappaq çıxsın. Taha surəsi 22-ci ayə. İsa Peyğəmbərin əleyhissalamın möcüzəsi isə bu idi ki, o palçıqdan quşa bənzər bir şey düzəldib, ona üfürdükdə o əsl quşa dönürdü. Bundan başqa o, kör və cüzam xəstəliyinə mübtəla olana Allahın izni ilə əlini sürtər,
O da sağalardı. Qəbirdəki ölüləri çağırar, onlar da onun çağırışına cavab verər və dirilərdilər. Uca Allah buyurur, sən mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün. O da mənim iznimlə quş olurdu. Sən mənim iznimlə anadan gəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və mənim iznimlə ölüləri dirildirdin. Əl-Maidə surəsi 110-cu ayə. Peyğəmbər sallallahu aleyhi və səlləmin möcüzələrindən biri də əzəmətli Qurandır ki, bu da bütün peyğəmbərlərə verilmiş möcüzələrin ən əzəmətlisidir. Uca Allah buyurur, əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın. Əl-Bəqərə surəsi 23-cü ayə. O həmçinin buyurur, de, əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb bir-birinə kömək etsələr belə, ona bənzərini gətirə bilməzlər. Əl-İsra surəsi 88-ci ayə. Onun daha bir möcüzəsi, Məkkə əhlinin ondan möcüzə göstərməsini istədiyi zaman ayı iki yerə bölməsi idi. O zaman ay iki yerə bölünmüş, həm Məkkə əhli, həm də başqaları bunu görmüşdülər. Uca Allah buyurur, qiyamət yaxınlaşdı və ay bölündü. Onlar bir möcüzə gördükdə üz döndərib, bu tez keçib gedən bir sehirdir, deyirlər. Əl-Qəmər surəsi 1-2-ci ayələr. Peyğəmbər sallallahu aleyhi və səlləmin bir başqa möcüzəsi də İsra və Meyrac hadisəsi idi. Uca Allah buyurur, dəlillərimizdən bəzisini Peyğəmbərə göstərmək üçün öz qulunu gecə vaxtı Məscidül Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidül Əqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən o, eşidəndir, görəndir. Əl-İsra surəsi 1-ci ayə. Peyğəmbərlərin, ələl-xüsus da Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin möcüzələri çoxdur. Burada qeyd etdiklərimiz isə onlardan bir neçəsidir. Kəramətin tərifi. Kəramət, Peyğəmbərlik iddiası və buna yaxın bir əlaqəsi olmayan, yaxşı işlər görən, dürüst əqidəli, əməl salih bir möminin əli ilə baş verən fövqəladə hadisəyə deyilir. Fövqəladə deyildikdə, adi insanın edə biləcəyi əməllər istisna olunur. Peyğəmbərlik iddiası olmayan deyildikdə, Peyğəmbərlərin möcüzələri istisna olunur. Buna yaxın bir əqidəsi olmayan deyildikdə, İrhas istisna olunur. İrhas, Peyğəmbər olacaq şəxsin Peyğəmbərlikdən öncə başına gələn fövqəladə hadisəyə deyilir. Əməli salih bir kəsin əli ilə baş verir dedikdə, sehirbaz və kahinlərin etdikləri əməllər istisna olunur. Övliyaların kəramətləri çoxdur. Onlardan bəzilərinin keçmiş ümmətlərdə olması xəbər verilir. Buna misal olaraq, Məryəm haqqında nazil olmuş ayəni göstərmək olar. Uca Allah buyurur, Zəkəriyyə hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. O dedi, ey Məryəm, bu sənin üçün haradandır? Məryəm dedi, bu Allah tərəfindəndir. Həqiqətən Allah istədiyi kimsəyə hesabsız ruzi verir. Ali İmran surəsi 37-ci ayə. Uca Allahın mağara cəmaatı barəsində verdiyi xəbərlər də bu qəbildəndir. Ümmətimizdən olan kəramətlərə misal olaraq, Useyd ibn Hudeyrin, Allah ondan razı olsun, əhvalatını göstərmək olar. Rəvayət olunur ki, o Əl-Kəhf surəsini oxuduqda, göydən buluda bənzər bir şey, içində də qəndilə bənzər məxluqlar olurdu. Bunlar Quranın oxunuşuna qulaq asmaq üçün enən mələklər idi. Həmçinin mələklər İmran ibn Husaynlə, Allah ondan razı olsun, salamlaşırdılar. Salman və Əbu Darda, Allah onların hər ikisindən razı olsun, qabdan yemək yeyərkən həmin qab və ya onun içindəki yemək Allahı zikr etmişdi. Xəbib ibn Ədi, Allah ondan razı olsun, Məkkədə müşriklərin əlində əsir olarkən Allah onu şərəfləndirər və ona vaxtaşırı üzüm gətirilərdi. Halbuki Məkkədə o zaman üzüm yox idi. Əla Əl-Hədrəmi öz ordusu ilə birlikdə dənizin üstü ilə yerimiş və onların atlarının yəhərlərinə su dəyməmişdi. Əbu Muslim Əl-Xavləni Peyğəmbərlik iddiasında olan Əsvəd Əl-Ənsiyə əsir düşdükdə Əsvəd ondan soruşmuşdu. Mənim Allahın rəsulu olmağıma şahidlik edirsənmi? Əbu Muslim etmirəm demişdi.
soruşmuşdu. Muhammedin Allahın elçisi olmasına şahidlik edirsənmi? O, bəli deyə cavab verdikdə, Əsvəd əmr etmişdi ki, bir çuxurda od qalasınlar və onu həmin odun içinə atsınlar. Əsvədin əlaltıları onu oda atdıqdan sonra gəlib görmüşdülər ki, o orada namaz qılır və od ona təsir etməyib. Tarixdə bu kimi bir çox hadisələrin baş verməsi bizlərə müxtəlif kitablar vasitəsilə nəql olunmuşdur. Möcüzə ilə kəramət arasındakı fərq. Möcüzə yalnız peyğəmbərlərin əli ilə baş verir. Kəraməti edən kəs isə əsla peyğəmbərlik iddiasında olmur. O, peyğəmbərə tabe olduğuna və onun gətirdiyi şəriətə əməl etdiyinə görə onun əli ilə bu kəramət baş verir. Möcüzə peyğəmbərlərə, kəramət isə övliyalara məxsusdur. Lakin bunların hər ikisinin fövqəladə hadisə olması onların birgə xüsusiyyətidir. Bəzi alimlər demişlər ki, övliyaların kəraməti əslində elə peyğəmbərlərin möcüzələrinə aiddir. Çünki onlar peyğəmbərlərə tabe olduqları üçün bunu edə bilmişlər. Demək, övliyanın etdiyi hər bir kəramət onun tabe olduğu peyğəmbərlərin möcüzələrindən hesab olunur. Beləliklə aydın olur ki, möcüzə və kəramət sözləri Quran və sünnədə varid olmasa da, lakin alimlər ayə və hədislərdən çıxan mənalara görə o hadisələrə bu adları vermişlər. Möcüzə və kəramətlərə iman gətirməyin hökmü. Peyğəmbərlərin möcüzələrinə və övliyaların kəramətinə iman gətirmək imanın əsaslarından sayılır. Buna da Quran, sünnə və reallıq dəlildir. Odur ki, hər bir müsəlmanın bunun səhihliyinə etiqad etməsi vacibdir. Bunları yalan sayaraq inkar etmək isə əslində ayə və hədisləri inkar etmək, müsəlman alimlərinə zid mövqedə olmaq və real faktları danmaqdan başqa bir şey deyildir. Daha doğrusunu isə Allah bilir. 11-ci mövzu. Övliyalar barədə. Vəli və İslamda vilayət sözünün mənası. Vilayət sözü ərəbcə ədavət sözünün əksi olub, dostluq mənasını ifadə edir. Bu söz əsasən yaxınlıq və sevgi sözlərindən qaynaqlanır. Ədavət isə uzaqlıq və nifrət sözlərindən götürülmüşdür. İstilahi mənada isə vilayət Allaha itaət etməklə ona yaxın olmaq deməkdir. İstilahi mənada vəli isə iki xüsusiyyəti, imanı və təqvanı özündə birləşdirən kimsəyə deyilir. Uca Allah buyurur: Həqiqətən Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və Allahdan qorxmuşlar. Yunus surəsi 62-63-cü ayələr. Övliyalar arasındakı fərq. Övliyalar mömin və müttəqi olduqları üçün imanlarına və təqvalarına görə Allah yanında da müxtəlif məqamlarda yaxın olurlar. İmanı və təqvası daha kamil olanlar Allaha daha çox yaxın olurlar. Odur ki, insanlar imanlarına və təqvalarına görə vilayət xüsusunda bir-birindən fərqlənirlər. Allahın ən üstün övliyaları onun peyğəmbərləridir. Peyğəmbərlərinin ən fəzilətlisi isə rəsullardır. Rəsulların da ən əfzəli ulul əzm peyğəmbərlərdir. Bunlar Nuh, İbrahim, Musa, İsa və Muhammeddir. Onlara Allahın salavatı və salamı olsun. Ulul əzm peyğəmbərlərin ən üstünü isə Muhammed peyğəmbər sallallahu aleyhi və səlləm, sonra da İbrahim peyğəmbərdir. Ona Allahın salavatı və salamı olsun. Digər üç peyğəmbərin hansının daha əfzəl olması barədə isə alimlər arasında fikir ayrılığı vardır. Övliyaların qismləri. Allahın övliyaları iki qismdir. Birinci qism, dində hamını ötüb keçmiş Allaha yaxın olanlar. İkinci qism, sağ tərəf sahibləri. Uca Allah buyurur: Vaqiyə qopacağı zaman onun qopduğunu heç kəs dana bilməz. O, bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır. Yer şiddətlə titrədiyi zaman, dağlar parça-parça olub ovxalandığı və ətrafa səpələnmiş toz torpağa döndüyü zaman, siz üç dəstəyə ayrılacaqsınız. Sağ tərəf sahibləri, nə xoşbəxtdir sağ tərəf sahibləri. Sol tərəf sahibləri, nə bədbəxtdir sol tərəf sahibləri. Xeyirxalq işlərdə öndə gedənlər, cənnətdə də öndədirlər. Onlar, Allaha yaxın olanlar, nəyin bağlarında qalacaq kimsələrdir. Əl-Vaqiyə surəsi 1-12-ci ayələr. Burada üç sinif insan qeyd olunur. Bunlardan biri, yəni sol tərəf sahibləri cəhənnəmlik, digər ikisi isə cənnətlikdir.
Bunlar da sağ tərəf sahibləri və bir də yaxşı işlərdə hamını ötüb keçən kimsələr. Vaqiə surəsinin sonunda Uca Allah onları bir daha qeyd edərək buyurur. Amma əgər o, Allaha yaxın olanlardandırsa, onda rəhmətə, gözəl ruziyə və nəyin bağına yetişər. Əgər o sağ tərəf sahiblərindəndirsə, ona sağ tərəf sahiblərindən sənə salam olsun deyiləcəkdir. Əl-Vaqiə surəsi 88-91-ci ayələr. Peyğəmbər sallallahu aleyhi və səlləm bu iki qismi övliyalarla bağlı olan məşhur qüdsi bir hədisdə qeyd etmişdir. Buxarinin Əbu Hüreyrədən, Allah ondan razı olsun, rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir. Uca Allah buyurur, kim mənim dostumla düşmənçilik edərsə, mən ona hərb elan edərəm. Qulumun mənə sevimli olan və onun vasitəsilə mənə yaxınlaşdığı ən gözəl əməl, ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə mənə o qədər yaxınlaşar ki, mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm. Sığınacaq istəsə, ona sığınacaq verərəm. Sağ tərəf sahibləri olan əməli salih insanlar, fərz buyurulmuş əməlləri yerinə yetirməklə Allaha yaxınlaşan kimsələrdir. Onlar Allahın onlara vacib buyurduqlarını yerinə yetirir və haram buyurduqlarını isə tərk edirlər. Onlar nə müstəhəb sayılan nafilə ibadətlərini yerinə yetirməyi öz öhdələrinə götürür, nə də mübah sayılan, yəni özlərinə nə günah, nə də savab qazandıran əməlləri tərk edirlər. Öndə gedən, Allaha yaxınlaşan əməli salihlərə gəlincə, onlar fərz buyurulanlarla yanaşı, nafilə ibadətlərini də yerinə yetirməklə Uca Allaha yaxınlaşır, vacib və müstəhəb əməlləri yerinə yetirir, haram və məkruh buyurulanları isə tərk edirlər. Onlar əllərindən gələn yaxşı işləri görüb Allaha yaxınlaşdıqlarına görə, Allah da onları tam bir sevgi ilə sevir, onları günahlardan qoruyur və onların dualarını qəbul edir. Uca Allah qüdsi hədisdə belə buyurur. Qulum nafilə ibadətləri yerinə yetirməklə mənə o qədər yaxınlaşar ki, mən onu sevərəm. Övliyalar müəyyən bir libas və ya zahiri görünüşlə başqa insanlardan seçilmirlər. Əhlüsünnə alimlərinin rəyinə görə, Allaha yaxın olan övliyalar nə libasları, nə də zahiri görünüşləri ilə digər insanlardan seçilmirlər. Övliyalar haqqında kitab yazan müəlliflərdən biri demişdir. Allah dostları zahirən, mübah sayılan işlərdə digər insanlardan seçilmirlər. Onlar nə mübah sayılan xüsusi bir libası geyməklə, nə də şəriətin icazə verdiyi qaydada saçlarını qırxmaq, yaxud qısaltmaq, yaxud da hörməklə digər insanlardan fərqlənmirlər. Yaxşı deyiblər. Nə çox abid insan var ki, kaftan geyir və nə çox zındıq var ki, əbada gəzir. Bidət əhli xaric olmaqla onlar Muhammed ümmətinin hər bir təbəqəsində mövcuddurlar. Quran əhlində, elm əhlində, cihad əhli arasında, ticarət, sənaye və əkinçiliklə məşğul olanlar arasında belə vardır. Onları ifrat dərəcədə uzatmağın batil olması. Allahın övliyaları nə məsumdurlar, nə qeybi bilirlər, nə də ki, məxluqatın işlərini səhmana salmağa və onlara ruzi verməyə qadirdirlər. Onlar insanları özlərinə təzim etməyə və ya var dövlətlərindən onlara verməyə çağırmırlar. Belə əməlləri edən şəxs Allahın dostu yox, yalançı, iftiraçı və şeytanın dostu sayılır. Daha doğrusunu isə Allah bilir.